Hər kəs salamlayıram. Bu videoda belə bir maraqlı tənliklər sisteminin həllinə baxacağıq. Deməli, sual 2012-ci il Avropa Riyaziyyat Kubokunda düşmüş bir sualdır və imtahanın 3-cü sualıdır. Çox maraqlı bir sualdır. Gəlin vaxt itirmədən suala keçək. Sualda bizə belə bir tənliklər sistemi verilib və bunu ödəyən X, Y, Z həqiqi ədəd üçlüsü varmı deyə soruşur. Baxın, suala ilk öncə diqqət yetirək. Bizdən demir bu tənliklər sistemin ödəyən X, Y, Z həqiqi ədəd üçlüsünü tap. Hansı ki, adətən gördüyümüz tənliklər sistemi suallarında bizdən həmin üçlünün, ikilinin, dördlünün tapılması tələb olunur. Amma burada varlığı soruşulur. Yəni var, yoxsa yoxdur. O zaman biz indidən düşünə bilərik ki, bu tənliyin həqiqi həlli olmaya bilər. Çünki əksi təqdirdə böyük ehtimalla olub olmadığı soruşulmazdı. Ona görə olmadığı fikri ilə hərəkət eləyək. Yəni gedişatı ona görə müəyyən eləyək. Gəlin başlayaq həllə. Baxın, İkinci bərabərliyə fikir versək, burada ortaq bir vuruq var, x, y, z vuruğu. X, y, z-i mötərizə xaricinə çıxardaq. Onda alınar x kvadrat, y kvadrat, üstə gəl. Deməli, y kvadrat, z kvadrat, üstə gəl, x kvadrat, z kvadrat. Bərabərdir, 6 kök altında 3. Üçüncüdə də həmçinin x, y, z ortaq vuruğu var. Onu da çölə çıxardaq. X, y, z vurulsun, x kvadrat, üstə gəl, y kvadrat, üstə gəl, z kvadrat. Bərabərdir, 5 kök altında 3. Bir də x üstü 4 üstə gəl, y üstü 4 üstə gəl, z üstü 4 bərabər 13 verilib. Baxın, mən burada belə bir şey görürəm. X kvadrat, y kvadrat, z kvadratın cəmi burada var. X kvadrat, y kvadrat, z kvadratın cüt-cüt hasilləri burada var. Və x kvadrat, y kvadrat, z kvadratın kvadratları cəmi var. Yəni x kvadratın kvadratı ilə x üstü 4 eləyir. Y kvadratda da, z kvadratda da elə kvadratları uyğun olaraq y üstü 4, z üstü 4 eləyir. Və buna baxaraq mən görürəm ki, mənim ağlıma belə bir düstur gəlir. A üstə gəl, B üstə gəl, C-nin kvadratı nəyə bərabər idi? Belə bir düsturumuz var idi ki, A kvadrat üstə gəl, B kvadrat üstə gəl, C kvadrat üstə gəl, 2 vurulsun. AB üstə gəl, AC üstə gəl, BC. Bunun kvadratını açaraq bu açılışı əldə edə bilərik. Ona görə isbatını eləmirəm. Gəlin burada ABC'nin yerinə x kvadrat, y kvadrat, z kvadrat qoyaq. Yəni A bərabər x kvadrat, B bərabər y kvadrat, c bərabər z kvadrat olsun. Onda bizim bərabərliyimiz çevriləcək. X kvadrat, üstə gəl y kvadrat, üstə gəl z kvadratın kvadratı. Bərabərdir x kvadratın kvadratı. Yəni x üstü 4, üstə gəl y üstü 4. B'miz y kvadratdır, onda b kvadrat olur. Y üstü 4. Uyğun olaraq üstə gəl z üstü 4. Üstə gəl 2 vurulsun. AB hasili nə olacaq? X kvadrat vurulsun y kvadrat. Yəni yazıram x kvadrat, y kvadrat. AC hasili x kvadrat, z kvadrat, BC hasili y kvadrat, z kvadrat. Aha. İndi baxın, mən burada x kvadrat, üstə gəl y kvadrat, üstə gəl z kvadrat. Bax, bunu tapaq. Bu nəyə bərabərdir? 5 kök altında 3 bölünsün x, y, z-ə. Yəni, məlum məsələdir. Birinci vuruq x, y, z, ikinci vuruq budur. Bu vuruğu tapmaq üçün hasili x, y, z-ə bölürəm. Onu da gətirib x kvadrat üstə gəl y kvadrat üstə gəl z kvadratın əvəzinə 5 kök altında 3 bölünsün x, y, z yazıram. Bunun kvadratı bərabərdir. Baxın, bu ifadənin də birinci bərabərlikdə 13-ə bərabər olduğu verilib. Onu da bunun əvəzinə gətirib 13 yazıram. Bax, bu 13-dür. Üstə gəl 2 vurulsun. Həmçinin mən ikinci bərabərlikdə nə eləmişdim? X, y, z-i çölə çıxarmışdım. Baxın, burada çölə çıxarmışdım. Onda yenə mən bu ifadəyə bir A desəm, onda A-mız nəyə bərabər olur? 6 kök altında 3 bölünsün x, y, z. Yəni, gətirib burada da bunun yerini nə yazıram? 6 kök altında 3 bölünsün x, y, z. 6 kökdə 3 bölü x, y, z. Bunu indi sadələşdirək. 5 kökdə 3-ün kvadratı 75 eləyir. Bölünsün x, y, z-in kvadratı. Bərabərdir. 13 üstə gəl. 2-ni 6 kökdə 3-ə vuranda 12 kökdə 3 eləyir. Yəni, 12 kök altında 3 bölünsün x, y, z. X, y, z-i mən burada bir t ilə əvəz edirəm. Onda alıram 75 bölünsün t kvadrat bərabərdir 13 üstə gəl 12 kök altında 3 bölünsün t. Məxrəci yox etmək, yəni kəsirdən azad olmaq məqsədi ilə hər tərəfi t kvadratına vururam. Ona görə yazıram 75, yəni 75 böl t kvadratı. T kvadratına vuranda məxrəc gedir. Bərabərdir 13 t kvadrat üstə gəl 12 kökdə 3 böl t-ni də t kvadratına vuranda t ilə t kvadrat bu şəkildə gedir. Qalır 12 kök altında 3 t. 75-i də digər tərəfə göndərirəm. Onda alınır 13 t kvadrat üstə gəl 12 kök altında 3 t çıxılsın 75.
bərabərdir 0-a. Buradan indi t-ni tapmağa çalışacağam. Deməli, birinci diskriminantı tapaq. Diskriminant bərabərdir. Düsturu bilirik. Çox uzatmayacağım. B kvadrat, yəni 12 köçdü 3-ün kvadratı. Hansı ki, bu da 144 vurulsun 3 eləyir. Çıxılsın 4 acı, yəni üstə gəl 4 vur, 13 vur, 75. Burada ortaq vuruqlar var. Məsələn, 3-ü çölə çıxarda bilərəm və həmçinin 4-ü də çölə çıxarda bilərəm. 3 vurulsun 4. 144-ü 12-yə böləndə 12 qalır. 12 vur 3. Üstə gəl. Deməli, 4 burada gedir, 3 də burada gedir, 25. 13-ü 25-ə vuranda da 325. Buradan davam edək. Diskriminant bərabər 3 vur, 4 vur, 12 üçün 36, 325 üstə gəl 36, 361. Buradan gəlin kök altında d-ni tapaq. Kök altında diskriminant bərabərdir. Kök altında 3 vurulsun 4 2-nin kvadratıdır. 361 də 9-un, daha doğrusu üzrücü sayın 19-un kvadratıdır. Yəni yazıram 19-un kvadratı. Onda 2 də çölə çıxa bilər, 19 da çölə çıxa bilər. Yəni 2 vur 19 kök altında 3. Bu da 38 kök altında 3 deməkdir. Davam edirəm. İndi buradan t-ni tapaq. T-miz nəyə bərabər olacaq? Mənfi b, yəni mənfi 12 kök altında 3 plus minus kök altında d, yəni 38 kökdə 3 bölünsün 2a, yəni 2 vurulsun 13, 26. İndi baxın, fikir verək burada. Biz x, y, z-i t ilə əvəz etmişdik, düzdürmü? Baxın, burada. X, y, z-i t ilə əvəz eləyəndə alıram t vurulsun x kvadrat, üstə gəl y kvadrat, üstə gəl z kvadrat. Bərabərdir 5 kök altında 3. Bax, x, y, z həqiqi ədədlərdir. Deməli, bax, bu ədəd mənfi ola bilməz. Çünki həqiqi ədədlərin kvadratları cəminə bərabərdir. 5 kökdə 3 də həmçinin mənfi olmadığına görə avtomatik olaraq t ədədimiz mənfi olmayacaq, müsbət bir ədədə bərabər olacaq. Ona görə də mən bu həldə bu mənfi 12 kökdə 3 plus minus 38 kökdə 3-də bu plusu götürəcəm. Minusu götürsəm t-miz mənfi bir ədəd olacaq. Ona görə də buradakı bu minusu silirəm. Silək buradakı minusu və üstə gəlli həlli tapaq. Bu da nəyə bərabərdir? 26 kökdə 3 bölünsün 26, yəni kökdə 3. T-miz kök altında 3 imiş. Aha. Yəni bizim bu t-ni əvəz etdiyimiz ədəd nə idi? X, y, z. X, y, z bərabərdir kök altında 3. Baxın, burada biz x, y, z vurulsun bu ifadəyə 6 kök altında 3 demişdik. İndi x, y, z hasili kök altında 3-ə bərabərdirsə, onda bu ifadə avtomatik olaraq 6-ya bərabərdir. Onda gətirib x kvadrat, y kvadrat, üstə gəl y kvadrat, z kvadrat, üstə gəl x kvadrat, z kvadratın əvəzinə 6 yazaq. Gəlin x kvadrat, y kvadrat, üstə gəl x kvadrat, z kvadrat, üstə gəl y kvadrat, z kvadrat bərabərdir 6-ya. İndi baxın, biz burada ədədi orta, həndəsi orta bərabərsizliyindən istifadə edək. Nə şəkildədir bu? A üstə gəl, B üstə gəl, C bölünsün 3 böyük bərabərdir. 3-cü dərəcədən kök altında A, B, C. Burada A, B, C müsbət həqiqi ədədlərdir. İndi soruşa bilərsiniz ki, bəlkə bu x, y, z-dən biri 0-a bərabər olsun. Əgər hər hansı biri 0-a bərabər olsaydı, biz burada x, y, z-i çölə çıxarmışdıq. Əgər məsələn x 0 olsaydı, onda bu hasil 0-a bərabər olardı. 5 kökdə 3-ə bərabər olmazdı. Ona görə x, y, z-ə biz 0-dan fərqli həqiqi ədədlər deyəcəyik. Ona görə də x kvadrat, y kvadrat, z kvadrat 0-dan böyük müsbət həqiqi ədədlər olacaq. Onda gətirib a-nın əvəzinə x kvadrat, y kvadrat, b-nin əvəzinə x kvadrat, z kvadrat, c-nin əvəzinə y kvadrat, z kvadrat yazaq. Onda x kvadrat, y kvadrat, üstə gəl x kvadrat, z kvadrat, üstə gəl y kvadrat, z kvadrat bölünsün 3 böyük bərabərdir. 3-cü dərəcədən kök altında x kvadrat, y kvadrat vurulsun x kvadrat, z kvadrat vurulsun y kvadrat, z kvadrat. Bu 6-ya bərabərdir. 6 bölünsün 3, yəni 2 böyük bərabərdir. 3-cü dərəcədən kök altında x üstü 4, baxın x kvadrat vurulsun x kvadrat. Yəni y kvadrat vurulsun y kvadrat, y üstü 4, z kvadrat vurulsun z kvadrat eləyir z üstü 4. İndi yazırıq 2 böyük bərabərdir. 3-cü dərəcədən kök altında x, y, z üstü 4 şəklində yaza bilərəm. X, y, z kök altında 3 idi. Baxın, burada biz əldə etmişdik. Onda gətirib bunun əvəzinə kök altında 3 yaza bilərəm. 2 böyük bərabərdir. 3-cü dərəcədən kök altında 3 üstü 4. Kök altında 3 üstü 2-də 1-dir. 3 üstü 2-də 1-in 4-cü qüvvəti 2-də 1 vurulsun 4 olur qüvvət, yəni 4 ilə 2-də 1 bu şəkildə 4 ilə 2 gedir, 2 qalır. Yəni 3-ün kvadratı bərabər 9. Yəni yazırıq 2 böyük bərabərdir. 3-cü dərəcədən kök altında 9. Baxın, sehir burada başlayır. 2 nə idi? 3-cü dərəcədən kök altında 8.
böyük bərabərdir 3-cü dərəcədən kök altında 9. Aşkar məsələdir ki, bu qeyri-mümkündür. 3-cü dərəcədən kökün altındakı ifadə, yəni bu 8, digərindən böyük bərabər olmalı idi. Halbuki bu mümkün deyil. Çünki bu şəkildə də yaza bilərik. 3-cü dərəcədən kökdə 9 böyük bərabərdir 3-cü dərəcədən kökdə 8. Hətta böyükdür yazaq. Böyükdür 3-cü dərəcədən kökdə 8. 3-cü dərəcədən kökdə 8 də 2-dir. Buradan alınır ki, 2 böyükdür 2. Hansı ki bu ziddiyyətdir. Yəni biz ziddiyyətlə qarşılaşdıq. Deməli verilən tənliklər sistemini ödəyən x, y, z həqiqi ədədlər üçlüsü yoxdur. Yəni yazırıq bu tənliklər sistemini ödəyən həqiqi x, y, z üçlüsü yoxdur. Bu qədər. Bu tip videoların davamı üçün kanala abunə olub videonu bəyənməyi, fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Sağ olun, növbəti videolarda görüşənə qədər.